Bugün ümumi sınıf 5'e başlayırıq. Deməli, nə deyir? 3A bərabərdir 5B'yə. Biz buradan nə deyərik? A-ya deyərik ki, 5K'dır. B-yə də deyərik 3K'dır ki, bunlar bərabər olsun. Əbub deyir 12'dir. Yəni, əbub nədir? İkisində ortaq olan. Baxıram, hər ikisində ortaq nə var? K. Deməli, K 12'dir. Bizdən B-ni istəyir. B-miz neçədir? 3K. Yəni, 3 vurulsun 12 eləyəcək 36 Y variantı. N-in neçə natural qiymətində? Kəsirin qiymətidir natural olar. Bunu necə yazaram? 3n plus 3n plus 6 minus 11 kimi yazaram. Buradan da ilk x'i bizə nəyi verəcək? N plus 3'də 3, n plus 9 yazaq bura. 9, burada 16 yazaq. N plus 3 çıxılsın 16'da n plus 3. Bu ikisi gedəcək, qalacaq 3 çıxılsın 16 bölünsün n plus 3. Necədir? N-in neçə natural qiymətində, kəsirin qiyməti natural. Deməli, mənfi qoymayacağım, sadəcə müsbətləri qoyacağım. Mənə nə lazımdır uşaqlar? Bu şəkildə yazdıqdan sonra, baxın, bu formata gətirdikdən sonra sizə bunun natural olması lazımdır. Natural olması üçün 16 bölənləri lazımdır. 16 16'ya bölünür, 16 8'ə bölünür, 4'ə bölünür, 2'yə bölünür və 1'in özünə bölünür. Deməli, n plus 3 bir dəfə 16 olmalıdır. Bir dəfə 8 olmalıdır, bir dəfə 4 olmalıdır, bir dəfə 2 olmalıdır, bir dəfə 1 olmalıdır. Buradan da n olacaq 13, n olacaq 5, n olacaq 1, n olacaq mənfi 1, n olacaq mənfi 1, n olacaq mənfi 2. Mənfi cavabları götürmürük, geriyə neçə dənə qaldı? 3 dənə cavab qaldı. Bizdən çünki sayını istəyir. İfadənin qiymətini tapın deyir uşaqlar. 6 çıxılsın 3'də 9'da 7 böl 3'də 2 çıxılsın 1 tam 3'də 1. Gəlin baxaq uşaqlar. Birincisi sürəti işləyirəm uşaqlar. Deməli 6 çıxılsın 3 tam 9'da 7. Mən bunun məxrəcini belə deyək də 9 kimi göstərsəm 5 tam 9'da 9 deməkdir. 5'dən 3 çıxıram 2 tam 9'da 9'dan 9'da 7 çıxıram qalır 9'da 2. Bu bizim sürətimiz. Bunu böləcəyik məxrəcə. Bunu da düzgün olmayan kəsrə gəlin çevrəyə elə 9'da 20. Deməli, mənim sürətim nədir uşaqlar? 9'da 20 aldım. Məxrəcim nədir? 3'də 2. Bundan çıxacam nəyi? 3'də 4'ü. İndi uşaqlar yazıram. Baxın, bu aşağı hissəsindən yazacam silib. Deməli, uşaqlar, davam edirik. Deyirik ki, nə? 9'da 20'ni böləcəyik neçəyə? 3'də 2'yə. Çıxacaq 3'də 4. Bu da 9'da 20 vurulsun 2'də 3, çıxılsın 3'də 4. Burada 3'dən 3 gedir, 2 ilə bu gedir. Qalır neçə? 3'də 10, çıxılsın 3'də 4. 3'də 10'dan 3'də 4 çıxanda 3'də 6 qalır. 6'nı da 3'ə böldükdə cavab eləyir 2A variantı. Keçirik indi uşaqlar 4-cü suala. Bizə deyir ki, 4-cü sualda A deyir, modulda mənfi A-ya bərabərdir. Bu nə zaman olur uşaqlar? A sıfırdan kiçik olduqda. Bax, bu şərt əzbərləyin, beyninizə yazın. Nə zaman mümkündür? A-nın mənfi qiymətində. B özünə bərabərdir. Deməli, B də müsbətdir. Cavablardan deyir, hansı doğrudur? Onda uşaqlar, mənfini müsbətə vurduqda cavab nə olmalıdır? Mənfi. Amma A variantında deyir, cavab müsbətdir, səhvdir. Hasili deyir 2'dir. Xeyr, cavab axı dedik mənfi olmalıdır. Hasili mənfi olmalıdır. Deməli, cavab B variantıdır. X deyir 4 olarsa tənasibi göstər. X 4 olarsa uşaqlar, o zaman tənasib hansı olacaq? Deməli, buradan baxsaq, C variantı yox. X 4 olarsa. Baxın G variantına. Kök altında 4 bölünsün 6 bərabərdir 1 bölünsün 3'ə. Kök altında 4'dən neçə çıxır? 2 çıxır uşaqlar. Yəni mən burada kökdə 4'ün yerinə 2 yaza bilərəm. 2'də 6 ilə 3'də 1 deməkdir. Demək, Y variantı doğrudur. Bizə deyir, kubu açın. Kubun açılışı nədir uşaqlar? X plus Y və X plus Y-in mötərizə kvadrat çıx 3XY. Və yaxud da uşaqlar nə formada yaza bilərik? Bura kimi gəldik. Ya da belə eləyək uşaqlar. Heç bu qədər getməyək. Birbaşa verilmiş cavablarından X, Y-i da tapaq sonra. Və X-dan Y-in cəmini bizə 2 verib. Gəlin, hər tərəfi kvadratı yüksəldək. X kvadrat üstə gəl, Y kvadrat üstə gəl, 2XY bərabərdir 4'ə.
X kvadratının y kvadratı 6'dır. 6 üstəgəl 2x y bərabər 4-ə. 2x y bərabərdir -2-yə. X y də bərabərdir -1-ə. Mən buradan tapdım ki, x y-ım neçəymiş uşaqlar? -1 imiş. İndi daha sonra x y-ım -1-dir. Və kvadratları da bilirəm. Müxtəsər vurma düsturunu açıb. X plus y x kvadrat üstəgəl y kvadrat minus x y-dır. İndi verilənləri yerinə qoyuram. X plus y-ım 2-dir. Kvadratları cəmi 6-dır. Və x y da -1-dir. Burada da olacaq uşaqlar 2 vurulsun 7, yəni 14B variantı. Keçirəm 7-ci suala. Sadələşdirin deyir. Uşaqlar A-2 ilə 2-A bir-birinin əksidir. Əks ədədlərdə eyni olması üçün, yəni bura A-2 olması üçün qabağa mənfi verməliyik. Ya da birincinin qabağına mənfi verə bilər, fərq eləməz. Burada yazıram A-2-də A kvadratı çıx A plus 2. Diqqətli olun, gördünüz mü? Mötərizədə yazdım. O deməkdir ki, qabaqdan mənfi işarəyə təsir eləyəcək. A kvadrat çıx 2 yarandı. Burada A-2 bunun kökləri A-2-dir bir kökü, bir kökü də A plus 1-dir. İndi uşaqlar A-2-lər gedir, A plus 1 qalır geridə. Yəni bu müxtəsər vurma V teoremindən köklərini tapdım mən. Deyirik ki, məsələn, baxın, gəlin sizə də izahını verim. A kvadrat çıxılsın 2 deyil. Deyirəm ki, bu necə yaza bilərik? Ya bunu parçalayın, A kvadrat çıx 2A üstəgəl A kimi. Burada hər ikisindən ortaq olanları çıxardın. Hər ikisində nə var? A var, A-2 qalır. Digərində nə var? Digərində də A-2 var. Hər ikisində ortaq yenə A-2 var. Geridə qalır A plus 1. Ya belə yazırsınız uşaqlar. Və yaxud da V teoremindən deyirsiniz. O nədir ki, hasili 1, cəmi 1, hasili -2 eləyir. Təbii ki, nədir uşaqlar? 2 ilə 1, -1. Ona görə biri A plus 1-dir, biri A-2-dir. İfadənin qiymətini hesablayın deyir uşaqlar. Deməli, kökdə 50 nə deməkdir? 5 kökdə 2 deməkdir. Kökdə 9, 3 kökdə 2 deməkdir. Kökdə 32, 4 kökdə 2 deməkdir. Öncə bunları hesablayaq uşaqlar. 5 kökdə 2-dən 3 kökdə 2-nin çıxanda qalır 2 kökdə 2. 2 kökdə 2-ni də 4 kökdə 2-yə böldükdə qalacaq uşaqlar 2-də 1. 2-də 1-in indi üstü -1-də onu tərsinə çevirir. Yəni 2, 1-də 2 olur. Bizə deyir ki, uşaqlar, bura perpendikulyardır, yəni 90 dərəcədir. O zaman bu hissədə 90 dərəcədir. Yəni 2 alfa ilə 3 alfa 90-dır. Buradan da cəmləyirəm, eləyir 5 alfa 90-dır. Alfa da bərabərdir 18-ə. İndi uşaqlar, bax, buradakı bucaq nədirsə, daha doğrusu buradakı bucaq nədirsə, bu bucaq da ona bərabərdir. Çünki qarşılıqlı çarpazlar, xarici çarpazlar. Bura 90 üstəgəl 2 alfadır. Yəni 90 üstəgəl 36-dır. Yəni 126-dır. O zaman burada 126 olacaq. Y variantı. Diaqrama əsasən birləşməni istəyir. Birləşmə nədir? Bütün elementlər. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə element var. Təmrin kökləri hasilini istəyir. Uşaqlar, modul necə açılır? Bir dəfə olduğu kimi açılır, bir dəfə də əks işarə ilə açılır. Buradan x bir dəfə 5 olur, bir dəfə də x -1 olur. X-in hasildə bizə verəcək -5 D variantı. Qayıq 48 km çayın axını ilə və bu qədər də çayın axını əksinə gedərək bütün yola 5 saat vaxt sərf etmişdir. Çayın axma sürəti 4 km hesab edərək çayın durğunsudakı sürətini tapın. Bu sualı buradan geniş bir yere ayırım. Birincisi uşaqlar nədir? Qayığın sürəti var mı? Yox. Qayıq axı, necə deyim, çayın axını ilə gedir. Qayıq deyir 48 km çayın axını ilə və bu qədər də çayın axınının əksinə gedir. Deməli uşaqlar, birincisi bizim S-imiz neçədir? 48-dir. Sonra nə qədər çayın deyir, V çay var, çayın sürəti var, V qayığın sürəti var və T1, T2 zamanımız var. İndi uşaqlar, mənə deyir ki, birinci düsturumuz nədir? S bərabərdir. V1 üstəgəl V2 vurulsun T. Bu nə zamandır? Çayın axını ilə getdikdə S bərabərdir. V çay üstəgəl V qayıq deyil. V qayıq çıxılsın V çay vurulsun T1, T2. Bu da bizim çayın axına qarşı olandadır. Deməli, nə yazacağım? 48 bərabərdir. Və bizə də deyir ki, çayın axma sürəti saatda 4 km saatdır. Çayın sürəti isə 4-dür. Bütün yola 5 saat vaxt sərf edib. Yəni T1 ilə T2-nin cəmi də 5-dir.
O zaman uşaqlar T1-in yerinə nə yaza bilərəm? T1-in yerinə S bölünsün V1 üstəgəl V çay üstəgəl V qayıq yaza bilərəm. T2-in də yerinə S bölünsün V çay V qayıq çıx V çay yazaram. Gətirib burada yerinə qoyuram uşaqlar. Deməli nə yazacağam? Deyəcəm ki, T1-in yerinə yazacağam S, yəni 48 bölünsün. V qayığın sürətini bilmirəm. 48 bölünsün. Deməli 4 üstəgəl x üstəgəlinsin. 48 bölünsün x minus 4 bərabərdir 5-ə. Və bizim tənliyimiz yarandı. Ortaq məxrəc nədir? Təbii ki, onların hasili, yəni x plus 4 ilə x minus 4. Bu buna vurulur. Eləyir 48 vurulsun 48 2 çıxılsın. 48 vurulsun 4 üstəgəl 48 vur 4 üstəgəl 48 vur x bərabərdir 5-ə. Burada minus 4-lərlə olanlar gedəcək. Eksi işarəlidir. Geridə qalacaq 48 üstəgəl 48. Yəni neçə? 48-dən də 48-in cəmi bizə verəcək 96-nı. Deməli 96 x bölünsün x plus 4 x minus 4 bərabərdir 5-ə. Daha sonra indi burada uşaqlar 96 bölünsün x kvadrat çıx 16 bərabərdir 5-ə. Çarpaz vuracam uşaqlar 96 x bərabərdir 5x kvadrat çıx 80-ə. Bu da 5x kvadrat çıx 96 x çıx 80 bərabərdir 0 eləyəcək. Buradan diskriminantdan köklərini tapacaq uşaqlar. Bu da eləyəcək diskriminant bərabər 96-nın yarısının kvadratı çıxdı üstəgəl AC, yəni 5 vur 80 bərabərdir. Bu çox uzun yolla gedəcək. Yəni bunu məntiqdən də tapa bilərik ki, o hansı ədəddir ki, hasili 16 eləyər, cəmi də 96 böl 5 eləyər. Burada uşaqlar gördüyünüz kimi böyük bir cavab alınırdı, elə deyil. Ya bunu işləyib tapmalısınız, amma məndən sizə məsləhət, əgər sualınız sizə qapalı tipdə verilibsə, o zaman, yəni baxın bu indi çevrəyə alacağım hissə, belə deyək, əgər sualınız sizə qapalı verilibsə, o zaman nə edin? Baxın indi qırmızı ilə dairəyə aldığım bu tənlikdə cavabları bir-bir yerinə qoyun. Məsələn 18-i qoyun bir dəfə yoxlayın, görün 48-ə bölünən ədəd harda olur? Burada D variantında olacaq. 48 bölünsün 20-ni yerinə qoysam uşaqlar 48 bölünsün 24 eləyir, burada da 48 bölünsün 16 eləyir. Burada 2 qalır, burada da 3 qalır. Bəli, həqiqətən də cəmi 5 eləyir. Yəni qapalı suallarda işinizi asanlaşdırmaq üçün variantı yerinə qoyub yoxlamaq daha qısa metoddur. Nəinki diskriminantı yerinə qoyub işləyərsinizsə. 13-cü sualda tərəf-tərəfə çıxarıq uşaqlar. Baxın, x kvadratı çıx x, y çıxılsın x, y üstəgəl y kvadratı bərabərdir 16 çıxılsın 13-ə. Burada da x kvadrat çıx 2x, y üstəgəl y kvadratını verəcək bizə. Bunda x minus y-ın mötərizə kvadratıdır. Buradan da x minus y bərabər olacaq müsbət mənfi kökdə 3-ə. Bizə modulunu istəyir, deməli müsbətini götürəcək. Həddəki dovşan və toyuqların ümumi sayı 25-dir. Dovşan üstəgəlsin toyuq bərabərdir 25-ə. Ayaqlarının sayı isə 70-dir. Dovşanın neçə ayağı var? 4 ayağı var. Toyuğun neçə ayağı var? 2 ayağı var. Və sonra burada sistem tənliyi qurduq. Bunu işləyəcəyik uşaqlar. Burada yuxarını aşağını 2-yə bölərik. D üstəgəl T bərabərdir 25-ə, 2D üstəgəlsin T bərabərdir 35-ə və tərəf-tərəfə yuxarıya doğru çıxarıq. Burada D bərabər olacaq 10-a. Dovşanların sayı 10-dur, toyuqların sayı o zaman neçə olacaq? 15 olacaq. Bizdən toyuqların sayını istəyir, 15 götürəcəyik. Bərabərsizliyin tam həllərinin cəmini istəyir bizdən. Bunu necə yazarıq uşaqlar? X kökdə x çıxılsın 8 kiçikdir bərabərdir 0-dan uşaqlar. Burada kökün altına salsam, kök altında x-in kubu kiçik çıxılsın 8 kiçikdir bərabərdir 0-dan. Burada da nə verəcək uşaqlar? Bunu bu şəkildə yazaram. Kök altında x-in kubu çıx 2-nin kubu kimi. Bunu da düsturla açaram. Kök altında x çıx 2. Kök altında x-in kvadratı çıx üstəgəl 2 kökdə x üstəgəl 4. Kiçikdir bərabər 0-dan. Baxıram ikinci tərəfə uşaqlar. İkinci tərəfdə hamısı kökdədir, yəni hamısı müsbətdir. Əgər ikinci tərəf həmişə müsbətsə, çünki kökdə x
kvadratıdır, kök altıdır, kök altıdır və cəmləmədir. Müsbətsə birinci tərəf deməli mənfi olmalıdır ki, ifadə mənfi olsun. Və mən birinci tərəfə mənfi götürüb işləyəcəm. Kök altında x çıxılsın 2, kiçikdir bərabərdir 0-dan. Buradan da uşaqlar kök altında x kiçikdir bərabərdir 2-dən. Hər tərəf kvadratı yüksəltdikdə uşaqlar eləyəcək x kiçikdir 4-dən. Deməli, mənim x-im nə olması lazımdır? 4-dən kiçik olması lazımdır ki, ifadə tam ödənsin. Tam həllərinin cəmini istəyir bizdən. Ya da uşaqlar bunu necə yazarıq? Bir də uşaqlar, axı bu ifadə kökün altındadır. Kökün altı nə olması lazımdır? Kökün altı 0-dan böyük olmalıdır. Yəni, x 0-dan böyükdür, 4-dən kiçikdir. Hansı aralıq olacaq? Təbii ki, 0-dan 4 aralığı. 0-dan 4-ün arasında neçə ədəd var? 1, 2, 3, 4. Bunların cəmini istəyir. Bizdən cəmi də eləyəcək 10. D variantı. 16-cı sualda bizə deyir ki, bir dəqiqə 16-cı sual təmizləyək. Aha. Deyir ki, B veribdir bizə 1n. Parabolası üzərində yerləşir. Yəni deyir, x-in yerinə 1 qoy, y-in də yerinə n. O zaman n bərabərdir 3 vurulsun, 1-in kvadratı çıx 8 vur 1 çıxılsın 4. N də bərabərdir 3 çıx 8 çıx 4. N də bərabərdir eləyəcək neçə? Mənfi 9. N istəyir bizdən, cavab A variantı. Kubun həcmi, yəni A kubu 64-dür. Deməli A 4-dür. Tam səthin sayısı 6A kvadratını istəyir. 6 vurulsun 4-ün kvadratı. Bu da 6 vurulsun 16. 6-nı da 16-ya vuranda eləyəcək 96 C variantı. 18-ci sualda ədədlərin sırasının modası 2-dir. Moda 2-dirsə, deməli ən çox təkrarlanan 2-dir uşaqlar. Yəni, burada 2 olmalıdır, burada 2 olmalıdır ki, bunun sayı digərindən çox olsun. X minus 2, 2-dirsə x 4-dür. Y minus 1, 2-dirsə y 3-dür. Cəmini istəyir bizdən eləyəcək 7. 12 nəfərlik sinifdən 8 nəfər riyaziyyat olimpiyadasına, 6 nəfər fizik olimpiyadasına, 4 nəfər hər iki olimpiyadaya hazırlaşır. O zaman Venn diaqramını çəkərik uşaqlar. Venn diaqramında deməli hər ikisinə 4 nəfər hazırlaşır. Riyaziyyata 8 nəfər hazırlaşır, fizikaya 6 nəfər hazırlaşır. Həmin sinifdə o zaman cəm neçə olur uşaqlar? 10. Deməli 10 nəfər gedir ya olimpiyadaya, amma sinifdə 12 nəfər var. Deməli neçə nəfər getmir? 2 nəfər heç yana getmir. Yəni 12-də 2, bu da eləyəcək neçə? Hazırlaşan istəyirsə, 12-də 10 götürürük. 12-də 10-u tapanda uşaqlar, çünki bizə deyir, olimpiyada hazırlaşan neçə nəfər var, onun ehtimalını tap. 12 nəfərdən 10-a hazırlaşır, yəni 6 nəfərdən 5-ə hazırlaşır B variantı. Daha sonra keçirik uşaqlar növbəti suala. Deyir ki, A verib, B verib, orta nöqtəsidir, deyir 7 ilə 9-dur. Yəni 3 ilə B-nin cəminin yarısı 7-dir, A ilə 5-in cəminin yarısı 9-dur. Buradan çarpaz vuranda 3 üstə gəl B bərabərdir 14-ə. B də bərabər olacaq neçə uşaqlar? Neçə? 11-ə. Deməli, B 11-dir. A üstə gəl 5 bərabərdir 18-ə. A da bərabərdir 13-ə. Bizdən A ilə B-nin cəmini istəyir, eləyəcək 24 A variantı. Deyir, bura bərabərdir, yəni burada x-dir. Bu bucaqda təm böləndidir. X istəyir bizdən. Qayda nə idi? X-in 4-ə nisbəti bərabərdir 9-un x-ə nisbəti. Buradan x də bərabər olacaq 6-ya. Daha sonra uşaqlar baxırıq növbəti suala. Nə istəyir bizdən? AO deyir 4-dür. AB 3-dür. OC x-dir. CD 6x-dir. Biz də deyirik ki, 4-ün 7-yə nisbəti, baxın 4-ün bütövə nisbəti bərabərdir x-in bütövə nisbəti 7x-ə. Buradan 7-lər ixtisar gedir. 4 bərabərdir x kvadratına, x də bərabərdir 2-yə. X-imiz 2-dir. Bizdən CD-ni istəyir. 6x istəyir. 6 vur 2 eləyəcək onu 2. Keçirik 23-cü suala. Trapesiyadadır uşaqlar. Yenə bizə verib AD 27-dir. BC 12-dir. Və AC-ni istəyir. Mən də sizə bayaq dedim ki, bunu tapmaq üçün diaqonal kvadratı bərabərdir 12 vur 27 göstərəsiz. X də buradan bərabərdir kök altında 12. 12 nə deməkdir uşaqlar? 4 vur 3 deməkdir. 27 nə deməkdir? 9 vur 3 deməkdir. Baxın, bu tip suallarda vurub vaxt itirməyin ən yaxşısı parçalama metodudur. 4-dən kökünə çıxır 2. 9-dan kökünə çıxır 3. Geridə nə qaldı? 3 vur 3, yəni 9. 9-dan kökünə çıxır 3 çıxır. Deməli, nə qaldı? Cavab elədi 18.
Daha sonra uşaqlar emin orta xəttdir deyir. Aşağının sayısı 60-dırsa, biz bilirdik ki, S-in 3S-ə nisbətində bölünməlidir. Yəni 3S 60-dırsa, S də bərabərdir 20. Yuxarı deməli sayısı 20-dir, aşağı 60-dır. Bütövün sayısını istəyir, bütöv olacaq 80. Düzgün beşbucaqlının tərəfi 5 dəfə artırsaq, perimetr necə artar? Uşaqlar, düzgün beşbucaqlının tərəfi məsəl üçün A-dırsa, perimetr neçə olur? 5A olur. İndi deyir, tərəfi 5 dəfə artırsaq, yəni 5A olsa, sahə necə olacaq? 25A olacaq perimetr. Necə oldu? Əvvəl 5A idi, sonra 25A oldu. Neçə dəfə artdı? 5 dəfə artdı.